Salam aşağılar. Hər vaxtınız xeyir olsun. Gəlin Aray kitabından şərt operatoru ilə bağlı 57 nömrəli suala baxaq. Bir klaviaturadan daxil edilən 3 müxtəlif həqiqətədir. Ən böyük olanını çapa verən proqramı Python dilində yazın. 3 müxtəlif həqiqətədir. Gəlin daxil eləyək. A-nı daxil eləmişəm. B bərabərdir. Float input daxil etməkdir. Bir də C-ni daxil eləyək. Float input tərsdən açaq bağlayaq. Şərt operatoru olduğuna görə şərt operatorlarından istifadə eləyəsinik, yəni if-dən. Əgər 3 ədəddən, məsələn, müqayisə eləyirəm A-nı. Gəlin A-nı hər iki dəyişənlə müqayisə eləyək. Əgər A həm B-dən böyükdürsə, həm də və yazıram bura, həm də A böyükdürsə C-dən 2 nöqtə qoyuram. A B-dən böyükdür, A C-dən böyükdür. Onda print mötərizənin içərisini açaq. Yazıram bura, A-nı çap edək. Əgər hər ikisindən böyükdürsə, deməli A ən böyükdür, A-nı çap edirik. Əgər A böyük deyilsə, yox, A böyük deyilsə, onda düşürük elifə. Elif, burada nə yazırıq? Burada yazırıq, indi B-ni müqayisə edirik. Əgər B A-dan böyükdürsə və B böyükdürsə C-dən 2 nöqtə qoyuram. Hər ikisindən böyükdürsə, belə bir halda isə təbii ki, B böyük olmuş olacaq. B-ni çapa versin. Artıq elifə dəyər yox demiş olsaq, düşsün ES-yə, ES 2 nöqtə. Da burada şərt yazmıram. Əgər A böyük deyilsə, B böyük deyilsə, deməli böyük olan dəyişənimiz olacaq C. Gəlin baxaq indi aşağılar. Bax, mən yazıram. Float həqiqət dediyinə görə mən də həqiqət yazacağım. 3.4 yazıram. Məsələn, 6.7 bir dənə də ən balacası olsun. 1.2 enter vursam 6.7-ni, yəni ən böyüyünü çapa verir. İndi ən böyük ədədi gəlin birinci dəyişənə mənimsədək. 8.9 birinci ədədi böyük yazıram. Sonra ortancıl ədəd 4.5 bir də 2.3 yazıram. Burada da 8.9-u çap edir. İndi ən böyük ədədi gəlin ən sonuncu dəyişənə mənimsədək, yəni C-yə. Görək C-ni çap eləyirmi? 2.3 yazaq bura. 7.8 9.5 enter vursaq, bəli, 9.5-i çapa vermiş olur. Daha sonra 58 nömrəli sualda nə deyir? Deyir, tərəflərinin uzunluqları girişə veriləcək üçbucağın 3 tərəfinin uzunluğu bərabər olduqda 1, yalnız 2 tərəfinin uzunluğu bərabər olduqda 2, bütün tərəflərin uzunluqları fərqli olduqda 3 qiymətini çapa verən proqramı Python dilində yazın. Yəni, bu 3 dənə dəyişəni yuxarıda silməyəcəm aşağılar, çünki üçbucağın tərəfləri təbii ki, həqiqi ədəddə ola bilər. Ona görə bunları belə saxlayıram float tipində və mən şərt qoyuram. Üç tərəfinin uzunluğu bir-birinə bərabərdirsə demək, o deməkdir ki, if əgər A bərabərdirsə B-yə və aşağılar A bərabərdirsə C-yə. Bax, bu artıq bizim bərabər tərəfli üçbucağımızın qaydasıdır ki, A B-yə bərabər olsun və A C-yə bərabər olsun. Təbii ki, bu tərəflər bərabər olur. Və nəyi çap eləsin? 1-i çap eləsin. Print 1 sadəcə olaraq 1 yazır. Yaza bilərik də ki, bərabər tərəflidir. Hətta bununla bağlı digər məsələlər də var idi. Aşağılar 2 dənə əgər şərt istəyirsə bizdən, biri mütləq if olmalıdır, digəri isə elif olmalıdır. Çünki ifə yox deyiriksə, növbəti ifə düşə bilmərik. Çünki əvvəlki ifin, birinci ifində doğru olma ehtimalı olduğuna görə bir üçbucağı həm bərabər tərəfli, həm də aşağılar bərabər yanlı üçbucaq olaraq çıxarda bilər. Yəni, hər iki if ödənə bilər. Ona görə də birinci ifi yazmışıqsa, ikinci artıq yox olma ehtimalını nəzərə alırıq və düşürük elifə. Elifdə artıq bərabər yanlı olduğunu, belə deyim,
nəzərə alsaq, ya AB-yə bərabər olmalıdır. Artıq burada və ya deyirik. Or, ya B C-yə bərabər olmalıdır. Ya da uşaqlar C bərabər olmalıdır A-ya. Yenə 2 nöqtə qoyuram. Belə bir halda isə print 2-ni çap etmiş olar. Görürsüz nə deyir? Yalnız iki tərəfinin uzunluğu bərabər olduqda 2-ni çap eləsin. Bütün tərəflərin uzunluğu fərqli olduqda isə belə bir halda uşaqlar yazacağam mən LC, artıq LC yazırıq. 2 nöqtə. Buradan sonra print 3-ü çap etmiş olar. Gəlin ədədlərimizi daxil eləyək. Məsələn, 6.0, 7.0, daha sonra 4.0, bəli, bax, 3-ü çap eləyir. 3-də nə var idi? 3-də müxtəlif tərəfli üçbucağın qaydası idi. Ona görə 3-ü çapa vermiş olur. Gəlin, indi bərabər yanlı bir üçbucaq yazaq. Yəni, hər iki tərəfini bərabər olsun. Məsələn, 4.0, 5.0, 4.0 yazıram. Bu da 2-ni çap eləyir. Yəni, üçbucağımız bərabər yanlı üçbucaqdır. Hər üç tərəfini eyni yazsaq da bizə 1-in çapını vermiş olar.